Ummu Ma'bad və Abu Ma'bad. Bunlar həmin zaman müşrik idilər, ərəb idilər. Əri çobanlıqla məşğul idi. Və Ummu Ma'bad yaşlı qadın, evdə idi. Bunlar Allah Nəbisi sallallahu aleyhi ve sellem heç vaxt görməyiblər əzəldən. Və həmin vaxtlar Ərəbistanda quraqlıq idi. Yağış yağmırdı, heyvanların da südü kəsilmişdi. Və 2 nəfər onun xeyməsinə girir, Ummu Ma'badın xeyməsinə girir. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem Ummu Ma'badə deyir ki, Ummu Ma'bad bizə ət və süd ver, pulla alaq. Ummu Ma'bad ilk dəfə bu insanı görür. Onun heybətindən, vüqar və gözəlliyindən özündən asılı olmadan atam anam sənə qurban olsun. Hardan tapım? Avtomatik çıxdı ağzından. Allahu Ekber. Dedi, bəs o evin qırağına söykəmiş quzu, qoyun yəni. Və Ummu Ma'bad bilmir bu kişi kimdir. Yanındakı Əbu Bakr olmasını da bilmir. Dedi ki, bu qoyun onun südü kəsilib, xəstədir və çox güman ki, bu günlərdə öləcək. Bu səbəblə biz onu sürüyə qatmırıq. Əbu Ma'bad qoyunları götürdü. Getdi. Düzdür, quraqlıqdır, ot yoxdur, qoyunların heç birində süd yoxdur. Amma bu əlaqsız xəstədir, axsıyır və döşü tamamilə qurub. Ya Ummu Ma'bad, Allah Resulü sallallahu aleyhi ve sellem, izin ver, onu sağım. Dedi, sağ, amma südü yoxdur. Dedi, ver. Və mübarək əli şərifi qoyunun üzərinə sürdü. Allahın ismi çəkdi, Bismillah. Və sonra mübarək əli ilə Thədi, onun qoyunun döşlərinə toxundu. Və Allahın kəlməsi ilə Bismillah. Allaha çağırdı. Və deyir, heyvan həmən an ayaqlarını geniş açdı və döşü sürətlə südlə dolma başladı. Və dedi ki, qablar gətirin. Ummu Ma'bad başladı qablar toplamağa. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem mübarək əlləri ilə bu xəstə qoyun ki, döşü tamamilə qurmuşdu, indi daşır, çatdıra bildirlər. Süzür. 1 qab, 2 qab, 3 qab, nə qabın var ya, Ummu Ma'bad hamısını bura gətir. Qablar hamısı dolur, ta ki evdəki bütün qablar südlə dolur. İndi baxın, Allah Nəbisi sallallahu aleyhi ve sellemin əxlaqına. Bir kasa götürür və o süddən ilk olaraq ev sahibinə, bu qoca qarıya, Ummu Ma'bad uzadır. Buyurun. Ummu Ma'bad içir və sonra Allah Nəbisi sallallahu aleyhi ve sellem həmin süddən sahibi, dostu Sıddıqa verir, Əbu Bakır'a. Əbu Bakır içir. Və sonra ondan doldurur və bələdçi yol göstərən müşrikə verir. Buyur. O içir. O içəndən sonra ən son kim içir? Bax, belə olur ata. Ata evdə, bu da ümmətin üzərində sallallahu aleyhi ve sellem. Ən axıncı öz içir. Ədəbi görürsünüz, əxlaq görürsünüz. İçi şəfqət və rəhmət doludur. Və sonra yola düşürlər. Əbu Ma'bad əri, Əl-Xuzai evə qayıdır, əcaib görür. Bütün qablar südlə dolu. Deyir, Ummu Ma'bad, nədir bu? Mən sənə süd buraxıb getməmişəm. Əsla qoyunlar məndə, səndəki xəstə və baxırım, döşü də quruyub. Bu süd sənə hardandır? Deyir, vallahi qəribə şeylər baş verir. Bir kişi gəldi, bir kişi həmin anda elan etmişdi bu Əbu Ma'bad. Onun da məqsəd onu diri və ölü tutub 100 dəvəyə nail olmaq idi. Bir kişi, vəsf elə bizə onu. Necə idi o? Qardaşlar, alimlər deyir ki, Ummu Ma'badın, bu sirada keçən bu rivayət, vəsfini indiyə kimi heç bir ərəb şairi vəsf eləməyib. Yəni Allah Nəbisi sallallahu aleyhi ve sellem'i canlı görməklə bu bədəvi qadında bədahətən dür kimi elə kəlmələr gəlib ki, indiyə kimi onu etdiyi vəsfi heç bir insan edə bilməyib. Gəlin orijinalını dinləyək və sonra təkər-təkər bir-bir onun Azərbaycan variantını dinləyək ki, hiss edək. Baxın qardaşlar, bu yazı pozu bilməyən, səhra, xalis, bədəvi bir ərəbin ilk dəfə onu görərək, tanımadan etdiyi vəsfdir. Deyir ki, ya Ummu Ma'bad, o kişini mənə vəsf elə. Necə idi o? Ra'aytu rəculən zahirəl vəza'a əbləcəl vəcəh həsənul xalq ləm tə'ibhu thüclə
ولم تزر به سعلة وسيم قسيم في عينه دعج وفي أشفره وطف وفي صوته حصل وفي عنقه سطع أحور أكحل أزج أقر أقرن شديد السواد الشعر إذا صمت أعلاه الوقار وإذا تكلم أعلاه البهاء أجمل الناس وأبهاه من بعيد وأحسنه وأحلاه من قريب حلو المنطق فصل لا تزر ولا هزر كأن منطقه خزرات نظم يتحدرن ربعة لا تقمح عين من قصر ولا تنشؤه من طول غصن بين غصنين فهو أنظر الثلاثة منظرا أحسنهم قدرا له رفقاء يحفون به إذا قال سمعوا لقوله وإذا أمر تبادر إلى أمره محفود مشهود لا عابس ولا منفدر. Dəhşət bir vəsfdir. Orijinalını dinləmək istəyirsiniz? Dinlədik. İndi baxın, mən çalışdım bunu maksimum Azərbaycan dilinə uyğun olan nəsə tapım ki, bu mükəmməl kəlmələri biraz da olsa vəsf edeyim. İndi əri soruşur, o kişi mənə vəsf elə. Qureyş onu axtarır, 100 daha veriblər. Necə bir şey gördün, necə bir insan gördün? Ra'aytu racülen zahirel vada'a. Bir parlaq bir simada olan bir kişi gördüm. Sanki bədeninin əti gümüşdən süzülmüş, o qədər gözəl. Nurun sima, sanki üzü ışıq saçır. Yəni, subhanallah, yəni günah yok ki bir şey qaraltı olsun. Allahu Ekber. Hasan el-Halq, xilqəti mükəmməl bir hüsnü qamətdə biçilmiş və qaldırılmış. Hətta bədəni, skeleti, bədən forması belə mükəmməl. Allahu Ekber. Ləm tə'ibhu thuclə. Onun mənzərini pozan bir qarnı yoxdur, qabağa çıxan. Nə də ki, həddin artıq arıq deyil ki, belinə yapışan. Tam mükəmməl bir şəkildə. Allahu Ekber. Vəsimun qasimun, fəvqalada göyçək, sünkar biçimdə. Fi aynihi da'c. Gözü iri, sanki sürməli, halbuki çəkməyib. Gözləri ala, qara, çox iri, sanki sürməli, halbuki çəkməyib. Ahvar aqhal. Ahvar, hurlin eşitdiniz, hurul-in eşitdiniz, ahvar da odur. Ala göz. Yəni, ağabbaq göz alması və göz bəbəkləri zilqara və çox yekə onun üzərində və gözünün bəbəyin qarası və ağ alması ləkəsiz. Gözü ala və sanki sürməlidir, amma sürmə çəkməyib. Kiprikləri qapqara və çox uzun. Ya Allah, subhanallah, sallallahu aleyhi və alə aleyhi. Vəsimun qasimun, fəvqəladə göyçək sünkar biçimdə yaratılmış. Və fi aynihi da'c. Dedik bunu. Gözləri sanki sürməli, halbuki çəkməyib. Ahvara aqhal. Göz bəbəkləri qara, böyük, kiprikləri qara, uzun və göz almacıqları ağabbaq. Allahu Ekber. Və fi əşfərihi vataf. Dodaqları balaca deyil, dodaqları geniş, dolğun və çox mükəmməl gözəllikdə. Ya Allah. Və fi savtihi hasal. Səsində əcayib bir qəribə titrəmə və sanki bir xırıltılı səda vardı ki, onun səsinin vüqarını, gözəlliyini daha da artırardı. Nə həddin artıq cingiltili, nə də ki, uğursuz səsdən deyil. Ən mükəmməl səs. Və fi unuqihi sata'. Boğazı gözəl, iri və böyük. Başı balaca deyildi. Çünki belə boğazda baş balaca olanda eybəcərlik olur. Başı da böyükdür və cizgiləri də çox aydın və parlaq.
Əzəc əqram. Qaşları çatma değildi. Qaşları qara və getdikcə nazikləşirdi. Ya Allah, subhanallah. Şedidü sevadi şə'r. Saçları qapqara, zilqara. Saqqalı da çox sıx, zilqara. Saçları hərdən qulağının üzərinə çatardı. Və hərdən, digər rivayətdir, çiyinə düşərdi. Saçları Həbəş ərəbi zəncisi kimi qıvrım deyildi, əsla. Nə də ki, ipək kimi sallananlardan da deyildi. Ən mükəmməl saç. Allahu Akbar. Digər rivayəti də bura qataq. 63 yaşında dünyasını dəyişəndə saçı, saqqalı qapqara, illə bir neçə dənə ağdən saysaydın 20-yə çatmazdı. Bəziləri saqqalında, mübarək və bəziləri saçlarında. Məbədin rivayətinə qaydırıq. İdə samat ə'ləhul vəqar. Onun susmağı başqa bir mənzərə, başqa bir heybət və vüqar. Susmağı özü elə bir ki, ifadədir. Ə'ləhu, idə samətə ə'ləhul vəqar. Və idə təkəlləm ə'ləhul bəhə. Danışmağında başqa bir izzət, başqa bir zəhim və başqa bir vüqar. Yəni, susmağı başqa bir gözəllik, danışmağı başqa bir gözəllik. Əcməlün nəs, insanlar arasında ən gözəli. Və əbhəhu min bə'id. Uzaqda insanlar arasında mütləq seçiləcək birisi. Yəni, belə deyək də, çoxlu insanlar var, gözün onu görən kimi seçəcək ki, bu nədir belə? O qədər seçilən və gözəl. Allahu Akbar. Və əhsənuhu və əhləhu min qarib. O yaxınlaşdığı zaman bütün diqqətləri cəlb edər və o yaxınlaşanda insanlara nəzər salar və diqqət edər. Hulvul mantiq. Hələm kəlimələrini demirəm. Deyir, söylədiyi zaman danışığı nə həddən artıq qısa, yox, bəzilər elə daxa. Nə də həddən artıq uzun, vergülsüz bəziləri danışır, vergül yoxdur, danışır, faydası yox. Nə həddən artıq qısa, yox, nə də ki, mənası uzun. Danışanda ifadələri, kəlmələri sanki sapa seçmə dür dənələri yığılıb, sapı kəsirsən və onlar bir-bir tökülür. Kəlmələri o qədər gözəl. Allahu Akbar. Boyu uzun deyil ki, səni narahat etsin, başını qaldırmaqda. Nə də o qədər aşağı deyil ki, aşağı salsın. Tam mükəmməl bir biçimdə. Allahu Akbar. Rab'atun, 50 kürək. Nə həddin artıq 50, nə də bəstə. Tam yerində. Ğusnun av qasnun min beyni qasneyn. Yəni, ən gözəl şeyləri seçməli olsaydın, misal üçün, meyvə ağacının qələmi, onların ən mükəmməllərini seçsəydin, bir araya gətirsəydin, onların ən gözəli odur. Üçünü onlardan seçib yan-yana qoysaydın, ortadası ən gözəli yəndə odur. Yəni, daima seçilər. Sallallahu aleyhi və sələm. Fəhuvə anzaru thələthəti manzaran və əhsənuhum qadran. Qədir qiymətində ona çatması mümkün olmayaq qədər möhtərəm. İndi vəsf edir. Ləhu rufaqa yəhiffunəhu. Onun yanında ona xidmət etməkdən ötürü canını verməyə hazır olan, həddindən artıq ona dəyər verən, hətta padişahlara belə dəyər verilən görmədi. Dostları vardır. Diqqətlə intizardadırlar. Bir şey tapşırmaqla həmən icra edirlər. Allahu Akbar. Məhfudun məhşud. Xidmət olunan bir padişahı xatırladır. Daima hamı istəyir ki, ona xidmət etsin. Hamı istəyir ona yaxın olsun. Lə abisun və lə müfənnəd. Qaşqabaqlı deyil. Qaşqabaqlı deyil. Acıqlı üzlü deyil. Qardaşlar, bu şeyi xatırladım. Məscidə girəndə, məscidə çıxanda ən böyük sədəqəni hamınız unutursunuz. Və təbəssüməkə
ala vecihi ahike sadaqah. Və sənin qardaşının üzünə etdiyin təbəssüm sədəqədir. Elə deyil. Qardaşlar, bu gözəl dişləri qardaşına sədəqə elədə nə olar? Çıxanda salam verəndə, təbəssüm edə, onun başqa bir təsiri var və bu sünnədir. Və bu ölmüş sünnədir. Şüssələm beynəkum buyurur Aleyhisselam. Aranızda salamı yayın. Və deyir, sənin qardaşın üzünə etdiyin təbəssümün sənin üçün sədəqədir. Vallahi balaca bilməyin. Baxın, qəsdən, məqsəd yönlü, niyyətini tutaraqdan hər dəfə görüşəndə qardaşına təbəssüm eləməklə sədəqə qazanırsan. Azdır. Nə paran gedir, nə malın gedir, amma sədəqə yazılar. Və balaca şey deyil, vallahi qardaşının qəlbindəki nifaqı silib dağırdır. Sənin xəbərin olmadan o sənə güclü ola bilir. Bir dənə bu təbəssümün hamısı məhv olur, gelir. Şeytanın qorxduğu təbəssümdür. Biləsiniz, çünki o təbəssüm sünnədə gəlib və mübarəkdir. Et o təbəssümü və qardaşlarınıza əmr eləyin. Məsciddən çıxanda, girəndə, qardaşlar görüşəndə lə'abisun və lə munfət olmayın belə. Qaş qabaqlı, qar üstü. Qoy üzünüz işıq saçsın, gülsün və o gözəl bəyaz dişlərinizi göstərin. Allah Teala bilir ora necə onu düzüb və nə üçün düzüb. Onun düzülüşündə də, onun parıltısında da bir gözəllik var. Hətta deyir ki, digər rivayətdə, deyir, onun dişlər arasında xəfifcə məsafə var idi. Sanki içərisindən işıq saçardı o təbəssüm edəndə. Sallallahu aleyhi və səlləm. Bu onun Allah Nəbisi sallallahu aleyhi və səlləmin xilqi, yəni xilqəti vəsiflərindən bəzi kəlmələrdir. O ki qaldı, xuluqi, onun əxlaqı, İmam el-Buxari rahimahullahın Ədəb-el-Mufrad əsərini Fadilə-i Şeyx Abdurrazzaq Abdülmuhsin el-Bədri ilə dinləyin şərhini bütöv bir kitabdır. Onun əxlaqı bütöv bir kitabdır. Allah subhanət hələ az da olsa eşitli faydalarını etsin. Hədə və salli ilə və səllim alə nəbinə Muhammed və alə alihi və sahbihi ecməin.